Klarnet ifaçısı Hüseyn Məmmədoğlu izləyicilərin onu dişlərinə görə qınadığını bildirib. Bu barədə sənətçi həyatın dadı verilişində danışıb. İnsanı bilmədən qınayırlar, yazırlar. Məsələn, mənim dişim əyridir, biri qısadır, biri uzundur. Bunu düzəltməyə heç pul da lazım deyil. Sosial şəbəkədə reklam etsəm hazırdır. Mənim stomatoloq dostlarım da var. Deyirlər ki, gəl onu havaya eləyək. Amma olmaz. Bu klarnetə görə olub və onun yerinə alınıb. Buna əl vurmaq olmaz. Bunu etsəm çörəyimlə olacağım. Cəmaət da yazır ki, get dişini düzəlt. Pulun yoxdur. Ay dostlar, ay qardaşlar, bu klarnetə görədir. Alnası bir iş deyil. Ona görə onsuz da qınayacaqlar. Rəqqasə Fatimə Fətəliyeva anası ilə bağlı paylaşım edib. Fatimə həftələrdir reanimasiyada müalicə olunan anasının səhhətinin yaxşılaşdığını bildirib. Rəqqasə anası ilə yeni çəkdirdiyi fotoya çox şükür qısa şərhini yazıb. Qeyd eləyək ki, Fatimə ötən ayın sonlarında anasının reanimasiyaya yerləşdirildiyini və vəziyyətinin ağır olduğunu demişdi.